Bir gün xəlifə olan Harun-ur Rəşid Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidini ziyarət eləmək üçün gəlir. Məscidə daxil olduqda İmam Malikin dərs verdiyini görür və onun danışdıqlarını çox bəyənir. İmam Malikə yaxınlaşaraq deyir ki, ey imam, razı olarsanmı gəlib bizim evimizdə bizə dərs keçəsən? İmam Malik ona cavab verir ki, elm üçün gəlinər, elm ayağa getməz. Və Harun-ur Rəşid deyir ki, çox düz buyurdun, mən özüm inşallah sənin dərslərinə gələcəyim. Ondan sonra İmam Malik deyir ki, ey Harun-ur Rəşid, əgər sən dərsə gec gəlsən və camaatı aralayıb qabağı keçmək istəsən, mən buna izin verməyəcəyəm. Harun-ur Rəşid deyir ki, baş üstə. Sabahsı gün Harun-ur Rəşid İmam Malikin dərsinə gəlir və gec gəldiyi üçün məcburən arxada oturmalı olur. Oturmazdan əvvəl adamları onun üçün böyük bir stul gətirirlər və Harun-ur Rəşid stulun üstündə oturur və İmam Malikin dərsinə qulaq asır. İmam Malik də dərsini dayandırıb Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini deyir. Kim ki Allah üçün təvəzzükarlıq göstərərsə, Allah Taala həmin şəxsi ucaldar. Yox, kim ki təkəbbürlü olarsa, Allah Taala onu alçaldar. Harun-ur Rəşid sözün ona vurduğunu başa düşərək əmr eləyir ki, stulu altından götürsünlər və özü də cemaatla bərabər yerdə oturur. Həqiqətən də Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisində böyük ibrətlər var. Kim ki Allah üçün təvəzzükarlıq göstərərsə, Allah Taala həmin şəxsi ucaldır və kim ki də təkəbbür olarsa, görürsən ki, Allah Taala da onu zəlil eləyir.